geldiğin için salavat göndereyim 14 Mart'lara. Dualarımızın geldiği için. Gözəl müsəlmanlar, əziz müsəlmanlar, vallah o turba sizə heç nə edə bilməz. O turba heç özünə heç nə edə bilməz. Sizin arzularınızı həyata keçirə bilməz, sizin xəstələrinizi sağalda bilməz, sizin qızlarınızın bəxtini aça bilməz, sizin ruzinizi, bərəkətinizi artıra bilməz. Vallah o turba sizə heç nə edə bilməz. Boş yerə gedib onun başına fırlanmayın, həmin yerə pul verməyin, nəzir verməyin. Bu hamısı fırıldaq əməllərdir. Onu edən dələduzdur. Bax, o yerin sahibi mütləq şəkildə hüquq məsuliyyətinə cəlb olunmalıdır. Çünki açıq şəkildə insanların dini inancından sui-istifadə edib pul qazanırlar. Vallah o turba sizə heç bir kömək etməyəcəkdir. O turbadan aparıb evinizə 50 dənəsini də özünüz bastıra bilərsiniz. Sizcə satışda olan turba ilə ora bastırılmış turba arasında hansı fərq var? O turbadan, o borudan hər kəsin evində var. Məsələn, bizim evimizdə də var. Amma o, heç kəsin arzularını həyata keçirmir, keçirə də bilməz. Məhəmməd Peyğəmbər İslamı yeni yayanda daha çox nə ilə mübarizə aparırdı? Bir yadınıza salın, bütlərlə. Baxın, o turba sizin bütünüzdür. Əgər həqiqətən o turbanın sizə bir fayda verdiyini, sizin dualarınızı eşitdiyini inanırsınızsa, o zaman o turba sizin bütünüzdür. Demək ki, siz Allaha yox, o bütə inanırsınız. Demək ki, siz bütpərəstsiniz. Bütpərəstsizmi? Bunu etməyin müsəlmanlar. Bunu etməyin müsəlman bacılar və qardaşlar. Bunu etməyin.